Ya Allah, getdik. Şəkildə diqqətlə baxın, şəkildə neçə dənə it saya bilirsiniz. Saydığınız itlərin sayına uyğun olaraq mən sizin psixoloji yaşınızı deyəcəm və görək şərhlərdə yazarsın nə qədər uyğun olacaq. Əgər siz şərhlərdə 4 dənə it saymısınızsa, sizin psixoloji yaşınız təxminən 15-20 arasındadır. Siz energetik yaşdasınız, enerji dolusunuz, həyatdan zövq alırsınız və problemlərdə çox da fokuslanmırsınız. Əgər siz 5 dənə it saymısınızsa, sizin yaşınız təxminən 20-25 arasındadır. Artıq siz həyatda müəyyən çətinliklər görmüsünüz, müəyyən problemlərlə rastlaşmısınız və artıq həyatın sərt üzünü görmüsünüz bir müəyyən sayda. Elə də çox dostlarınız yoxdur və insanlara artıq güvənlə bağlı yanaşırsınız və güvəndiyiniz adamlar da dediyim kimi elə də çox deyil. Əgər siz 6 it saymısınızsa, sizin daxili yaşınız 30-40 arasıdır. Siz artıq müdrik bir insansınız. Artıq qərar verərkən dərindən düşünürsünüz. Həyatı tam olaraq ciddiyyətə alırsınız və atdığınız hər bir addımı 100 düşünüb bir atırsınız. Və eyni zamanda qərar verərkən qarşınıza lehinə və əleyhinə olan punktları da qeyd edirsiniz. Yox, əgər siz 7 it saymısınızsa, hansı ki mən 7-cini tapa bilmədim. Sizin daxili yaşınız 10-15 arasıdır. Həyata demək olar ki, ciddiyyətə almırsınız, həyata dırnaq arası baxırsınız, hər şey gəldi, keçəli kimi baxırsınız, amma eyni zamanda qayğıkeş və yaxşı insansınız. İndi isə şərhlərdə yazın, neçə it saydınız?